Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 7 Şubat 2026 Cumartesi. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Ali. Bütün dinleyicilerimizi salamlayıram. Ali, bugünkü notlara baktım da güne çok sarsıcı bir haberle başlıyoruz. Bakü'de bir lisede yaşananları anlatır mısın? Tüylerim diken diken oldu okurken. Bəli Özlem, çox üzücü bir hadisədir. Meydan TV'nin xəbərinə görə Bakının Binəqədi rayonundakı özəl İdrak liseyində 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə 28 yaşlı riyaziyyat müəlliməsi Şəhla Kərimovanı vurub. Babasının av tüfeğiyle. İnanılır gibi değil. Öğretmenin durumu nasıl? Boynundan yaralanan müəllimə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən şagird isə polis tərəfindən saxlanılıb. Prokurorluq qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama maddələri ilə istintaqa başlayıb. Umarım öğretmen bir an önce sağlığına kavuşur. Gündemin bir diğer sıcak başlığı da dış politika. Azerbaycan Rusya'ya bir nota vermiş. Konu nedir? Bu da Meydan TV'nin bir xəbəridir. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfirini çağıraraq rəsmi etiraz notası verib. Səbəb, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin keçmiş Dağlıq Qarabağ liderlərinin Bakıda mühakimə olunmasını keyfilik adlandırmasıdır. Keyfilik ne demek Ali? Bizdeki gibi keyfi yani kanuna nizama uymayan, kendi başına buyruk anlamında mı? Bəli, tam olaraq elədir. Özbaşınalıq, qanunsuzluq mənasında işlədilib. Azərbaycan tərəfi də bu cür açıqlamaların bölgədəki sülh prosesinə və iki ölkə arasındakı münasibətlərə zərər verdiyini bəyan edib. Anladım. Dünkü yayınımızda ABD Başkan Yardımcısının bölgeye yapacağı ziyaretten ve barış sürecinden bahsetmiştik. Bu ziyaret öncesi insan hakları konuları yine gündemde anlaşılan. Bəli, elədir. Müxalif media qurumu Azadlıq Radiosunun xəbərinə görə Meydan TV işi üzrə həbsdə olan jurnalist Nurlan Qəhrəmanlı məhkəməyə zorla gətirildiyini və 21 gündür aclıq aksiyasında olduğunu açıqlayıb. Bir dakika, açlık aksiyası dedin. Bu açlık grevi anlamına geliyor sanırım. Tamamilə doğrudur. Aclıq grevi deməkdir. Bununla yanaşı, BBC Azəri servisinin bildirdiyinə görə, Azərbaycanlı siyasi mühacirlər də vitse-prezident Vənsə məktub göndərərək Bakı səfəri zamanı siyasi məhbuslar məsələsini gündəmə gətirməsini xahiş ediblər. Yani ziyaret öncesi bu konuların gündeme getirilmesi için bir çaba var. Notlarında bir de üst düzey bir görevden alma haberi görüyorum. Bəli, Azadlıq Radiosu xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Salih Məmmədov vəzifəsindən azad edilib. Karayolları Başkanı değişmiş yani. Bir de maalesef yine çok üzücü bir haber var. Askere gittikten 10 gün sonra hayatını kaybeden bir genç. Bəli, bu da Meydan TV'nin yaydığı bir məlumatdır. Əskər Coşqun Sadıqovun hərbi xidmətə başladıqdan cəmi 10 gün sonra yanvarın 26-sında Mərkəzi Klinik Hərbi Hospitalda vəfat etdiyi bildirilir. Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib. Müdafaa Nazirliği yani Savunma Bakanlığı. Çok acı bir olay. Ailesine sabır diliyoruz. Ve son olarak gündemin en çok beklenen davalarından biri sonuçlanmış. Eski Dağlık Qarabağ lideri Arayik Harutyunyanın cezası belli olmuş. Bəli, BBC Azəri xəbər verir ki, Bakı Hərbi Məhkəməsi Arayik Harutyunyanı ömürlük həbs cəzasına məhkum edib. O, Azərbaycana qarşı müharibəyə başlamaq, terrorçuluq və başqa çox cinayətlərdə təqsirli bilinib. Ömürlük hapis cezası. Böylece bir dönem tamamen hukuken de kapanmış oldu. Bu kadar ciddi ve üzücü haberden sonra dünkü yayınımızda bahsettiğimiz Gebele'deki Kış Masalı Festivali devam ediyor mu Ali? Biraz içimiz açılsın. Bəli Özlem, Day.az portalının yazdığına görə festival bütün coşkusuyla davam edir. Həmçinin yenə Day.azın bir başqa xəbərinə görə Sabirabad rayonunda şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər təqdim ediləcək. Müharibe elilleri yani savaş gazileri ve engelliler. Bu gerçekten güzel bir haber. Şehit ailelerine ve gazilere sahip çıkılması çok değerli. Bəli, dövlətin bu həssas qruplara olan xüsusi diqqətinin davamı olduğu vurğulanıb. Ali, bugünkü notlar için çok teşekkürler. Yine Azerbaycan gündeminin nabzını tuttuk sayende. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.